Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla, fərqli dadda, çox ləzzətli kokoslu banan peçenyası hazırlayacağım. Xəmiri hazırlamaq üçün 3 stəkan ələmiş unun üzərinə 1 paket vanil, 1 paket qabartma tozu əlavə edirəm. 200 qram yağı da una batıraraq rəndədən keçirdirəm. Qeyd edim ki, kərə yağı və yaxud da marqarindən istifadə etmək olar. Yağ mütləq soyuq olmalıdır. Sonda əlimlə umaç hazırlayıram. Sonda bir qutu az yağlı xama, bir çimdik də duz əlavə edirəm. Əlimlə xəmir yoğururam. Qeyd edim ki, xəmir sıyıq olarsa unun miqdarını artırmaq olar. Əgər çox bərk olarsa xamanın miqdarını artıra bilərsiniz. Hazır xəmir bu cür olmalıdır. Sonda qoz boyda yumru kündələr hazırlayıram. Kündələri bir yerə yığdıqdan sonra üzərini salafanla örtürəm. Soyucuda ən azı 1 saat, saat yarım saxlayıram. İçliyi hazırlamaq üçün 300 qram quru kəsmik götürmüşəm. Üzərinə 1 ədəd yumurta sarısı əlavə edirəm. 1 paket də vanil əlavə edirəm. Stəkanın başından 1 barmaq əskik də şəkər əlavə edib çəngəllə qarışdırıram. Sonda kəsmiyin üzərinə 1 stəkan da kokos əlavə edirəm. Əlimlə yaxşıca qarışdırıram. Qeyd edim ki, içlik çox sıyıq olarsa kokosun miqdarını artırmaq olar. Hazır içlik bu cür olmalıdır. 1 saat yarım sonra xəmiri soyucudan çıxardım. Kündələri bir-bir dəzgahın üzərində bu qaydada yayıram. Üzərinə içlikdən yerləşdirib bir ucun qatlayıram. Sonra digər ucunda üst hissəyə gətirib üzərində xəmiri birləşdirirəm. Birləşdirdiyim hissəni alta qoyuram. Xəmirə bu cür banan forması verirəm. Digərini də eyni qaydada yayıb hazırlayıram. Listə düzdükdən sonra 180 dərəcəlik sobada, sonda pişənə yaxın isə konveksiya rejimində bişirirəm. Üzərini tam qızartmıram. Bu cür pudra rəngində olduqda sobadan götürürəm. Görürsünüz, alt hissəsi tam qızarıbdır. Soyuduqdan sonra üzərinə şəkər pudrası səpirəm. Artıq gördüyünüz kimi banan şirniyyatı hazırdır. Görünüşü kimi dadı da mükəmməl alınıb. Kokosla hazırladığından çox gözəl, fərqli, ətirli bir dadı var. Hazırlayıb dadına baxmağa dəyər. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.